Birinci dəfədir sizin bu verilişdə mən bir dənə bu sözü deyirəm. Sonra zəng elədim ki, Zöhrə haradasan? Dedik, biz şəhərdə bunu həkimdəyəm, axşam gəl. Dedim, valla bilgənin yolunu gündüz tapa bilmirəm, gələm axşam necə tapam sənə. Ona demişdi ki, mənə apar Gövhərdən halallıq istəyir. O adam mənə gəldi, dedi, ya. Bax, indi birinci dəfə danışıram burada. Dedim, valla mənim oyuna söhbətim olmayıb. Zöhrə xanım yəni sizdə? Zöhrə xanım, hə. Məndən halallıq. Dedim, valla mənim oyuna söhbətim olmayıb. Dedim, ola bilsin də insandır da, bəlkə nəsə danışıb. Ola bilər də. İçindən gəlib. Ola bilər, hə, adam istə oydur, danışır, başa düşdün. Amma mənim oyuna söhbətim olmayıb. Nə bilim, valla. O adam mənə gəlib deyəndə mən dedim ki, valla mən necə ola bilər ki, o məndən halallıq istəsin. Halallıq aldı mı sizdən? Yəni, möhlət verdi mi zaman ona? Yox, heç görmədik ki, bir-birini. Görmədik, yox. Mən ona o mənə heç nə deməyib, bax, halallıq istəsin. Nə bilim, indi bir nəfər var da, ona demişdik. Yalan doğru gəlməlidir. Səbəbini açıqladı mı sizə? Mən də qulaq günahkarıyam. Səbəbini açıqladı mı, nə idi? Yox, yəni? yox. Demək ki, o sirri də özü ilə aparıb da. Hə, sirri də özü ilə aparıb.